Salam, bugün iqtisadiyyatın ən maraqlı, amma çox vaxt heç fərqinə varmadığımız qanunlarından birini, yəni gündəlik həyatımıza birbaşa təsir edən xarici effektləri, başqa sözlə eksternallıqları birlikdə araşdıracağıq. Yaxşı, gəlin lap sadə və yəqin ki, hamımızın yaşadığı bir vəziyyətinə başlayaq. Təsəvvür edin, qonşunuz gecənin bir aləmi yüksək səslə musiqiyə qulaq asır. Bu sadəcə bir narahatlıqdır, yoxsa bunun iqtisadiyyatla birbaşa əlaqəsi var? Cavab bəlkə də sizi təəccübləndirəcək. Bəli, bu tamamilə iqtisadi bir məsələdir. Əslində bu kiçik nümunə bizə bazarın niyə həmişə mükəmməl işləmədiyini, yəni bazar uğursuzluğu deyilən anlayışın nə olduğunu anlamaq üçün bir açardır. Gəlin bu qapını açaq və içəri baxaq. Bilirsiniz, bazar iqtisadiyyatı milyonlarla malın və xidmətin paylanmasını təmin edən həqiqətən də çox güclü bir sistemdir. Amma onun da gözə görünməz problemləri, belə deyək, kör nöqtələri var. İndi biz bu problemlərin düz kökünə enəcəyik. Bazarın uğursuzluğunun əsas səbəbkarı ilə tanış olun. Xarici effektlər, yəni eksternallıqlar. Sadə dildə desək, bu nə deməkdir? Birinin fəaliyyəti o işdə heç bir iştirakı olmayan kənar bir adama təsir edir. İstər yaxşı təsir olsun, istərsə də pis. Və ən kritik məqam da budur ki, bu təsirin dəyəri heç bir qiymət etiketində yazılmır. Deməli, gəlin bu anlayışı 3 əsas xüsusiyyətə bölək. Birincisi, bu təsirin qiyməti yoxdur. Qonşunuzun musiqisinin qiymətinə sizin yoxsuzluğunuzun dəyəri əlavə edilməyib. İkincisi, təsir alıcı, yəni qonşu və satıcı, yəni musiqi platformasından kənara çıxıb birbaşa sizə dəyir. Və nəhayət, bu gizli zərər nəzərə alınmadığı üçün cəmiyyətdə həddindən artıq çox səs-küy yaranmış olur. Bu da resursların səmərəsiz bölgüsü deməkdir. Bu xarici effektlərin sanki iki fərqli üzü var. Biri zərər verir, digəri isə əksinə fayda. Gəlin indi onların bu iki fərqli xarakterini bir-biri ilə müqayisə edək. Baxın, mənfi eksternallıqlar, məsələn, bir zavodun çaya çirkləndirməsi kimi ətrafa zərər verir. Bazar bu zərəri görmədiyi üçün o zavod lazım olduğundan daha çox məhsul istehsal edir. Müsbət eksternallıqlar isə peyvənd nümunəsində olduğu kimi bütün cəmiyyətə fayda gətirir. Ancaq insanlar qərar verərkən yalnız özlərinin qazancını düşündüyü üçün bazar bu xidmətdən kifayət qədər təklif etmir. İndi isə gəlin biraz daha dərinə gedək, bu mənfi effektlərin arxasındakı iqtisadi məntiqə baxaq. Problem ondadır ki, çayı çirkləndirən zavod kimi istehsalçılar qərar verəndə yalnız öz ciblərindən çıxan xərcləri, yəni xam mal, işçilərin maaşı kimi şəxsi xərclərini hesablayırlar. Amma təbii ki, hekayə bununla bitmir. Reallıqda bu tənliyə daha bir komponent daxil olur. Cəmiyyətin çəkdiyi zərər. Məsələn, balıqçıların gəlirinin azalması, insanların sağlamlığının pisləşməsi, bütün bunlar xarici zərərdir. Və ən vacib məqam da elə budur. Cəmiyyətin çəkdiyi həsil xərc, yəni sosial xərc, istehsalçının şəxsi xərci ilə ətrafdakıların zərərinin cəmidir. Bazar isə bu tərəzinin yalnız bir gözünü, yəni daha aşağı olan şəxsi xərci gördüyü üçün, cəmiyyət üçün ideal olandan daha çox istehsal edir. Məhz həddindən artıq istehsal problemi də buradan yaranır. Yaxşı, bəs bu bazar uğursuzluğunu necə həll etmək olar? Bax, bu məqamda səhnəyə dövlət çıxır. Dövlətin müdaxiləsi çox vaxt bazarın özünün tək başına düzəldə bilmədiyi bu problemlərə bir cavab kimi ortaya çıxır. Bəs dövlət bu işə niyə qarışır? Bunun bir neçə güclü səbəbi var. Əsas məqsəd əlbəttə ki, bu səmərəsizliyi aradan qaldırıb, cəmiyyətin ümumi rifahını artırmaqdır. Eyni zamanda təbiəti qorumaq və ya təhsil, səhiyyə kimi hamı üçün vacib olan sahələri dəstəkləmək də bu müdaxilənin hədəflərindəndir. İndi isə gəlin görək, dövlətin bu xarici effektlərlə mübarizə aparmaq üçün alətlər çantasında hansı vasitələri var? İlk alətimiz məşhur iqtisadçı Arthur Pigu'nun şərəfinə adlandırılan Pigu vergisidir. Bu, xüsusilə mənfi xarici effektlərlə, yəni zərərli fəaliyyətlərlə mübarizə üçün yaradılmış çox ağıllı bir vasitədir. Məntiq əslində çox sadədir. Dövlət zavoda deyir ki, sən ətraf mühitə vurduğun hər bir manatlıq zərərə görə mənə 1 manat vergi ödəyəcəksən. Bu zavodu məcbur edir ki, əvvəllər heç vezini almadığı o xarici zərəri artıq öz şəxsi xərclərinə daxil etsin. Nəticədə nə baş verir? İstehsal bahalaşır və təbii olaraq azalaraq cəmiyyət üçün arzulanan səviyyəyə enir. İkinci alətimiz isə verginin tam əksidir. Əgər vergilər zərərli bir fəaliyyəti cəzalandırırsa, subsidiyalar faydalı bir fəaliyyəti mükafatlandırır, yəni təşviq edir. Subsidiyalar bazarın az istehsal etdiyi müsbət effektlərlə mübarizə aparır. Məsələn, dövlət başa düşür ki, savadlı bir vətəndaş və ya peyvənd olunmuş bir insan təkcə özünə yox, bütün cəmiyyətə fayda verir. Buna görə də tələbələrə təqaüd verir və ya peyvənd proqramlarını maliyyələşdirir.
Bu da həmin xidmətləri ucuzlaşdıraraq onları cəmiyyət üçün ideal səviyyəyə çatdırmağa kömək edir. Və üçüncü alət. Bu artıq daha birbaşa əmr nəzarət üsuludur. Yəni qanunlar və qaydalar. Burada dövlət artıq bazara dolayısıyla yox, birbaşa müdaxilə edir. Qanun qoyur ki, məsələn, bu zavod ildə 100 tondan çox tullantı ata bilməz. Nöqtə. Bunun üstünlüyü nədir? Nəticənin dəqiq olması. Amma zəif tərəfi odur ki, bu qaydalar çox vaxt çevik olmur, çünki bütün şirkətlərə eyni standartı tətbiq edir. Halbuki bəziləri üçün bu limiti qarşılamaq çox baha başa gələ bilər. Yaxşı, bəs həmişə dövlətin müdaxiləsi şərtdirmi? Nobel mükafatı laureatı Ronald Coase bu suala çox maraqlı bir alternativ cavab təklif edir. O deyir ki, bəzən insanlar problemi öz aralarında da həll edə bilərlər. Coase'un ideyası budur. Əsas məsələ mülkiyyət hüquqlarının kimdə olması deyil, onların sadəcə aydın olmasıdır. Əgər çayın kimə məxsus olduğu bəllidirsə, tərəflər danışıqlar yolu ilə ən səmərəli həlli özləri tapa bilərlər. Amma əlbəttə bu nəzəriyyənin real həyatda çox böyük bir amması var, danışıqlar xərcləri. Məsələn, hava çirkinliyi kimi bir problemdə milyonlarla insanın bir araya gəlib bir zavodla danışıqlar aparması təbii ki, qeyri-mümkündür. Yaxşı, bəs bütün bu vergilərin, subsidiyaların və qaydaların arxasında duran son hədəf nədir? Bütün bu cəhdlər əslində ideal bir tarazlıq nöqtəsi tapmaq üçündür. İqtisadçıların sosial optimum adlandırdığı bu nöqtə, bütün bu siyasətlərin yekun hədəfidir. Bu elə bir nöqtədir ki, həmin nöqtədə istehsal olunan sonuncu məhsulun cəmiyyətə verdiyi fayda, onun cəmiyyətə vurduğu ümumi xərcə tam bərabər olur. Piqu vergisi zərəri bahalaşdıraraq, subsidiya isə faydanı ucuzlaşdıraraq, bazarı məhz bu ideal tarazlıq nöqtəsinə gətirməyə çalışır. Və sonda gəlin bugün öyrəndiklərimizi çox müasir bir mövzuya tətbiq etmək üçün bir sual üzərində düşünək. Sosial media bir tərəfdən məlumat yayır, insanları birləşdirir, bu onun müsbət xarici effektidir. Amma digər tərəfdən dezinformasiya və psixoloji təzyiq kimi problemlər də yaradır. Sizcə, bu platformaların yaratdığı mənfi və müsbət xarici effektləri necə tarazlaşdırmaq olar? Bu, üzərində düşünməyə dəyər bir sualdır.